Salam əziz izləyicilər. Bu günləri uşaqların əziyyət çəkdiyi faiz məsələlərindən ikisinə baxacağıq. Bu məsələlərin müxtəlif həll üsulları var. Mən sizə ən sadəsini öyrədəcəm. Kitablarda bunu əsasən düsturdan verirlər, amma mən sizə sadə yol öyrədəcəm. Deməli, yolumuz nədən ibarətdir? Bizə deyir ki, 20 ədədi 80-dən neçə faiz azdır? Uşaqlar, əgər faiz azdır sözünü görsəz, bu az dediyinə görə tərsinə böyük olan, yəni çoxu, burada böyük olan 80-da, böyük olanı götürəcəksiniz 100%, onların fərqi deyilir 60, fərqi isə götürəcəyik x%. Çarpaz vuracaq, buradan x-i tapacaq, cavabımız hazır olacaq. Deməli, nə edəcəyik? 60-ı vuracaq 100-ə, böləcəyik 80-ə. Bunu da hesablasaq, hər tərəfi 20-yə bölsək, burada qalacaq 4, burada 5, 60 da 4-ə bölünür 15, cavab 75%. Deməli, 20 ədədi 80 ədədindən 75% azdır. Gəldi indi növbəti suala. Burada nə deyir? Deyir ki, 250 50-dən neçə faiz çoxdur? Çox dediyinə görə tərsinə balacanı, yəni 50-ni götürəcəyik 100%, onların fərqini, yəni 200-ü götürəcəyik x%. Bunu da çarpaz vuracaq, x olacaq 100 vur 200 böl 50. İxtisar aparsaq, cavab olacaq 400%.